Maceralar Tay kanalına hoş gelmişsiniz dostum. Bugün sizinle macera dolu bir video çekmek isterim. Ama bugün sizinle elime bir video çekeceğim. Mövzumuz Messi vilayeti ve Messi. Məşhur futbolcu Messi ve Azərbaycanın qədim dövləti Mannanın vilayeti olan Messi. Hardan bilirsiniz? Bəlkə də elə onun dahiliyi, yaxşı oynayışı ulu əcdadlarından gəlir. Hazırsınızsa gəlin əsaslandırmaya başlayaq. Dostlar, gəlin əsaslandırmaya Manna dövləti ilə başlayaq. Yəqin bir çoxunuz bilirsiniz ki, Manna dövləti eradan əvvəl 9-cu, 7-ci əsrlərdə yaranıb. Bu da 30 əsr, yəni 3000 il əvvəl və Asur kitabələrində də Manna dövlətinin vilayətləri arasında Messi vilayətinin adı çəkilir. Yəni, düz eşitdiniz. Messi. Deyilənlərə görə həmin Messi vilayətinin sakinləri çox ağıllı və bir o qədər də böyük döyüşçü idilər və çox böyük döyüş taktikaları var idi. Bəlkə də elə Messi'nin ağlı dərrakəsi oradan gəlir. Həm də bilirik ki, Messi hücumçudur. Döyüşçülərlə hücum edir. Bu əslində çox böyük bir tarixi faktdır. İndi zaman keçdi, Manna dövləti süqut elədi, amma onun içindəki tayfalar yox. Tayfalar ən birinci Midiya dövlətinə, daha sonra Əhəməni, ondan sonra isə Makedoniyalı İskəndərin Makedoniya imperiyası, daha sonra Atropatena, daha sonra Roma və Romadan da Anadoluya köçdülər, Şərqi Anadoluya. İndi bir bölgəni görün, neçə dövlət işğal elədi? Birinci Manna, sonra gəlir Midiya, sonra Midiyanı Əhəməni, Əhəməni Makedoniya, Makedoniyanı süqut etdikdən sonra Atropatena və Atropatenadan sonra Roma imperiyası. Messi vilayəti 6 imperiya və dövlətin dövründə mövcud oldu. Daha sonra Anadoluya köçdü. Anadoluya köçəndən sonra isə Anadoludan deyilənlərə görə İspaniyaya qədər çatıblar həmin vilayət. İnanırsınız, hal-hazırda İspaniyada həmdaşlarımız yaşayır, həmvətənlərimiz. Daha sonra Messi adı da çox böyük məşhurlaşmayıb hələ ki, amma soyadı Kataloniya ərazisində, İspaniyanın Kataloniya ərazisində məşhurlaşıb və indi Messi, Messa soyadları Kataloniya bölgəsində çox yayılıb. Bunu İspaniyanın soyad lüğətindən əldə etmək olur və bir də belə bir söz var. Visca Barça, Visca Katalonya. Yəni Barcelona'nın bir deyimidir. Bəs Messi harada oynayıb? Barcelona'da. Bəli. Və tarixi faktlara görə də, daha doğrusu coğrafi faktlara görə də Messi adı, soyadı və adı oraya gələn tayfalardan, insanlardan, köçəri insanlardan yaranıb. Çox yaxınlaşır hal-hazırda. Bunu da qeyd etdik ki, dostlar, sonradan Anadolu bölgəsi də Romanın əhatəsində olub. Ona görə Messi vilayəti Romadan Anadoluya, Anadoludan da tezdən Romaya gedib. Bunu da unutmamaq lazımdır. Bəs Lionel Messi. Messi'nin ailəsi Argentinaya, İspaniyadan köçüb. Daha dəqiq desək, Kataloniyadan. Kataloniyadan əslində İtalyanın Ancona bölgəsinə, oradan Argentinaya köç ediblər. Bəs Messi'nin babası haralıdır? İspanyalıdır, düzdür. Və İtalyanın da Ancona bölgəsində Balkanlardan və Anadoludan gələn bir çox köçəri insanlar yaşayır. Həqiqətən çox uyğun gəlir, düzdür. Deməli, bu tarixi fakt doğru ola bilər. Ən birinci Manna dövləti. Manna dövlətindən sonra Messi vilayəti Manna dövlətinin ərazisində yerləşən bir çox dövlətin içində olub. Daha sonra Anadoluya köçüblər. Anadolu özü də Romaya daxil olub daha sonradan.
Bəs Romadan hara? İspanyaya. İspanyadan İtalyaya, Ancona'ya. Ancona'dan Argentina'ya. Bəs Argentina'da kim doğulub? Lionel Messi. Təsəvvür edirsiniz, 3000 il əvvəl mövcud olmuş Messi vilayəti indi 1987-ci ildə doğulmuş və hələ də yaşayan məşhur futbolçu Messiyə gedir. Və o vaxtın Messi vilayətinin sakinləri ağıllı, dərrakəli döyüşçülər, qanlarında hələ də onların soydaşları saxladığı o qan sayəsində indi də futbolda özlərini göstərirlər. Yəqin bilirsiniz də Argentinanın necə güclü futbolçuları olub və olur. Dybala, Hakimi, Messi, Maradona bunları misal çəkmək olar. Bəli, bayaq dediyimiz fərziyyə doğru çıxmaqda özünü göstərir. Bunu Messi'nin özündən soruşmaq lazımdır. Əlbəttə ki, bu mənlə ChatGPT-nin fərziyyəsidir. Yəni bu dəqiq olması milyonda bir, mində bir ehtimaldır. Amma məncə çox gözəl bir fərziyyə alınıb və elə tarixi əsaslar da fərziyyələrdən əmələ gəlir. İndi biraz düşünək. Bu tarixi faktlar, miqrasiya yolları, adın qorunun saxlanması, bu özündə çox böyük bir hadisəni əmələ gətirir və bu böyük bir hadisə sadəcə bir insanın yönündən anlatılır. Yəni bu Messi vilayəti İtaliyaya da, elə Romadan İtaliyaya birbaşa köçə bilər və yaxud da Çin tərəfə gedə bilərdi, şərqə doğru gedə bilərdi. Siz elə bilirsiniz ki, Koreyada, Yaponiyada yaşayan hər adam yerlidir, xeyr. Azərbaycanda yaşayan hər adam yerlidir, xeyr. Ona görə bu çox böyük bir fərziyyədir, həqiqətən deyirəm. Buna inanıb mərcə girməyin ki, Messi Azərbaycanlıdır. Niyə Messi Azərbaycanlı olması çox mümkün bir şey olmur. Amma mənim də belə bir fərziyyəm var ki, ChatGPT-yə bunu deməmişəm. Amma belə bir fərziyyəm də var ki, indi Messi Azərbaycana gəlib. Yəni, niyə Türkiyə o boyda pul vermirdi və yaxud da atıram İtaliya? Mənim fikrimcə Messi İtaliyaya getməyib. Niyə Messi İtaliya pul vermirdi, Yaponiya pul vermirdi, Rusiya pul vermirdi? Deyəsən Rusiyaya gedib, onu tam bilmirəm. Azərbaycan verdi. Bəlkə də elə o birisi dövlətlər də təklif edib, amma Messi Azərbaycan dövlətini seçib. Bilmirəm, bunun topa aidiyyatı var, yoxsa yoxdur. Amma Messi bəlkə də içində hələ də Azərbaycan ruhunu canlandırır. Bir daha təkrar edirəm, bu sadəcə bir fərziyədir. Mən sadəcə sizin də suallarınızı, düşüncələrinizi dinləmək istəyirəm. Siz bu barədə bəs nə düşünürsünüz dostlar? Aşağıda rəy bölməsində yazın. Kanalıma like atıb abunə olmağı unutmayın. Və bunu da qeyd edim ki, əgər çox gözəl like gəlsə, belə tarixi farklı videolar da gələcək. Çox belə məncə maraqlı alındı. Sağ olun, var olun. Messi kimi əfsanəvi qalın.